başlayacak. Yani Qonaq iştirak. nerede iştirakçı? Ben təbrik istəmirəm. Güllərini Bir hansı? daha salam dostlar, biz artıq Qızılayır qəbirdən başlayırıq yürüşən. Tur məsafəsi hardasa 10 kilometr, 5 kilometr gediş, 5 kilometr dönüş. Tur müddətində 2 nəfər də yaxşı olacaq, mən müddətdə təbrik. Məndən önə keçmək və təbrikdən sona qalmaq olmaz. Duyurlardan sağa sola çıxmaq olmaz. Birinci bələdçinin getdiyi izlə gedirsiniz. Tur müddətində çubuqlarla gedərkən sağ əl, sol ayaq get. Yəni ikisini eyni anda atmırsınız belə və arxaya verərsiniz və ən əsası bunu belə göydə qaldırıb gəzdirmirsiniz və bir də göyə qaldırıb arxadakına zərbələr endirmirsiniz. Buna diqqət yetirin. Düşərkən çubuq aşağıya gedir. Çıxarkən isə bunu bir diş balacalaşdırırsınız və bu qayda ilə çıxırsınız. Tur müddətində kiminsə sağlamlığında bir problem olarsa mütləq bizə bildirsin. İlk 15-20 dəqiqə ərzində baş güzəllənməsi, baş fırlanması kimi hallar ola bilər, olmaya bilər. Amma ilk 20-25 dəqiqədən sonra artıq düzələcəksiniz. Çünki biz Bakıdan gəlmişik, təxminən mənki 20 metrdən, buraya isə hardasa 200 metrdəyik. Və bir qədər sonra isə artıq 300-400 və ən sonunda isə 900 metrə qalxacaq ki, bədən oradakı temperatur və təzyiq fərqinə öyrəşməlidir. Tur müddətində musiqiyə fonlu kod verib qulaq asmaq olmaz. İstər telefon, istər qulaqlıq, istərsə də kolonka vasitəsi. Məndə kolonka ilə yoxdur. Başqa da heç nə fasilələrimiz olacaq 15-20 dəqiqədən 1, 2-3 dəqiqə. Amma kimdəsə bir problem olarsa mütləq bizə bildirsin öncədən. Belə deyim, ilk 200 metr çox dikdir. Deyərdim ki, ən çətin qismi buradır. Buranı tutandan sonra 5-10 dəqiqə dincələcəyik. Ona görə çox da çətin olmayacaq. 2 nəfər, 1 nəfər ehtiyatlı olan bələdçimiz var. İnşallah ki, ehtiyatlı olana ehtiyac olmaz. Belə. Sual varmı? Yoxsa gedək. Yaxşı yollar. Bir şey də qeyd eləmək istəyirəm. Əgər sizdə hər hansısa periodik bir problem varsa, sudurğa, epilepsiya, bənzər bir hal, ya yol yoldaş, gördüyün qədər hamı dostlarıyla gəliblər, ya yol yoldaşlarından birinə, yaxud da ki, bələdçilərinizdən birinə məlumat verin bundan bağlı ki, hər hansısa bir hal baş verəndə hansı preparat istifadə etmək lazımdır və biz onu ən rahat formada necə tapa bilərik, çantanızda, cibinizdə yaxud da və s. Bundan bağlı məlumat verin ki, istənilən bir case baş verdikdə ən doğru tədbir öncədən alınmağı üçün. Həmçinin özünüzlə gətirdiyiniz heç bir zibili meyvə qabıqlara daxil olub, xahiş və tələb edirik ki, bunların heç biri bura aid deyirlər və necə gətirmişsə elə də geri qaytarmaq lazımdır. Mənimlə bağlı sual olsa soruşa bilərsiniz.